günümü baldızlarım qarı eləyir, deyir burada çıx get. Mən bu iki qızla hara gedim? Sinəmə hələ kərpizlə vurub hücum çəkiblər, təhqir evlər, pis-pis sözlər deyiblər. Yəni deyir burada yaşama. Bura bizimdir, bizə qalmalıdır. Kanal 21'e müraciət edən Həsənova Qəndar bildirir ki, həyat yoldaşı 2024-cü ildə vəfat etdikdən sonra baldızları Həsənova Lalə və Həsənova Nailə tərəfindən övladları ilə birlikdə yaşadığı evdən çıxarılıb. Onun sözlərinə görə, mərhum həyat yoldaşının zəhməti ilə tikilən bu evdə uzun illər yaşayıb. Qəndar Həsənova iddia edir ki, baldızları tərəfindən 2005-ci ildən etibarən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Dəfələrlə döyüldüyünü, təhqir edildiyini, qeyri-etiki ifadələrlə alçaldıldığını deyir. Qadının bildirdiyinə görə, həyat yoldaşının ölümündən sonra təzyiqlər daha da artıb və nəticədə o övladları ilə birlikdə evdən çıxarılıb. Qəndar Həsənovanın bildirdiyinə görə, övladlarından bir anadan gəlmə psixi xəstədir və bu vəziyyət onların durumunu daha da ağırlaşdırır. Övladları ilə birlikdə bir otaqlı evə sığınan Qəndar Həsənova kanalımız vasitəsilə ölkə başçısına və aidiyyəti qurumlara müraciət edərək ona köməklik göstərilməsini xahiş edir. Mən Həsənova Qəndar Yusif qızı. Zəngilan şəhərində anadan olmuşam. 1989-cu ildə Həsənov Akif Mahmudoğlu ilə ailə qurmuşam. Toyum olub, kəbinim olub, zaksım olub. 2005'də də mənim baldızlarım həmişə hücum çəkiblər, günümü qarı eləyiblər. 2005'də də məni yola vermədiklərinə ərizə vermişəm, məhkəməyə getmişəm, yoldaşımla boşanmışam, ayrı yaşamışam ki, mənim günümü qarı eləməsinlər, hücum çəkirdilər. Sizin kəbinlə neçə övladın olub? 2 qızım olub, biri də anadan gəlmə xəstədir, psixiatrik dərmanlar içir, gecələr yatmır, dərmanlar içir. Mənim günümü baldızlarım qarı eləyir, deyir burada çıx get. Mən bu iki qızla hara gedim? Mənim yoldaşım 2024'də öləndən sonra da lap mənim günümü qarı elədilər. Haçarı gəldi bizə, yoldaşım öləndən sonra haçarı bizdən aldılar. Haçarı alıb, qapını da bağlayıb, evi vermir bizə. Bizim evimizi əlimizdən alıb. Sizin o evdə yaşamaq hüququnuz var. Bəli. Hökumət bizə 2005'də qərar verib ki, həmən o evdə bunlar yaşamalıdır. Bunlar ixtiyarınız yoxdur ki, uşağı bunları atasınız küçüyə. Həyat yoldaşınız dünyasını dəyişəndən sonra sizi evdən çıxartdılar. Bəli, evdən də çıxardıblar. Kimdir onlar? Baldızım, Nailə Həsənova, Nailə Mahmud qızı, Həsənova Lalə Mahmud qızı. Bunlar qoymurlar bizi burada yaşamağa. Bizim günümüzü qarı eləyirlər. Həmişə hücum çəkiblər, təhqir evlər, pis-pis sözlər deyiblər. Yəni deyir burada yaşama. Bura bizimdir, bizə qalmalıdır. Həmişə ev davası eləyirlər bizi. Özdə neçə dəfədən Nailə məni vurub, sinəmə hələ kərpizlə vurub, məni heç onu aparıb polisə demədim. Neçə dəfə mənə hücum çəkiblər, aparıb polisə ərizə vermişəm, özümü maşının altına atmaq istəmişəm. Mənim psixiatrik dərman udan mənim qızım var. Özünü bütün çermet də bilir. Özünü idarə elə bilmir. Uşaq kimidir, əqli cəhətdən inkişafdan qalmış. Onu saxlamağa bunlar mənə qoymurlar. Yaşamağa qoymurlar. Həmişə hücum çəkiblər mənim üstümə bala. Həyatımı məhv eləyiblər. Mən bu iki qızla hara gedim? Biri xəstə. Hara getməliyəm mən? Atası tikib, yazıq atası xərc çəkib, evləri su basmışdı. Evi təzədən qaldırıb, evi tikib. Atasının evinin yaşadığı evi, əziyyət çəkdiyi, tikdiyi evin haçarını bizi alıb, indi də qaytarmır. Polisə də vermişəm, o haqda məlumat vermişəm. Evin haçarını alıb, qaytarmır, özü də təsdiqləyib. İndi də vermir, deyir mənimdir, verəcəm kvartirat. Bəs mən yaxşı, bu qızı harada saxlayayım? Bu xəstə qızı mən harada saxlayayım? Aydındır, mən məhkəmənin qərarına baxdım, orada əlavə vəsaitin ödənilməsi var. Bəli. O nə ilə bağlıdır? O pul, atası həmişə deyirdi ki, qızım, yemirəm, içmirəm, sizə pul yığıram. O pul da evdəydi. Yarı hissəsində vermişdi qızımın əlinə. Qızım, apar qoyun onu şifanəyə, sənətin, dokumentin. Mənim yoldaşım rəhmətə gedən kimi qız da yanındaydı, biz də yanındaydıq. Baldızım Nailə qışqırdı qızımın üstünə ki, pulları da gətir ver biraz, sənətləri də, bank sənətləri də gətir vermə. Qızım da neynəsin, gətirdi, verdi. Götürdü özünə, dedi mən qardaşımın meyidini özüm götürəcəm, hər şeyini özüm bu pulla eləyəcəm, yerdə qalanı da 40'ından sonra qaytaracam.
sənədləri, yoldaşımın bank kartı, içində pulu olub, 3 dənə kart olub. Mənim yoldaşım veterandır. Hə, qızın əlindən alıb. Qızın dedi, hamının yanında deyir ki, 40-ından sonra qaytaracağım. Bundan sonra nə oldu? 40-ından sonra dedi, sizi tanımıram. Hə, tanımıram. Siz də bununla bağlı məhkəməyə verdik, hə. Məhkəmə də qərarı çıxartdı, bunu alıb ödənilməsi üçün düzdür. Bəli. Hazırda pul ödənilir. Yox. Yox, deyir ki, ödəmirəm, deyir. Xərcləmişəm. Bəs mən xəstə qızla qalmışam burada, haqsızlıq eləyirlər, haqq ədaləti tapdalayırlar. Bəs mən xəstə qızı harada saxlayayım? Atasının pulunu tutub almışsan, bəs mən neyiniyim? Evi tutub hasarını almışsan, şeflik eləyirsən. Bax, atası ölüb balasının evi olmalıdır, sənin evin olmalıdır. Hələ evin də var, eşiğin də var, nə istəyirsən sən bizdən? Niyə qoymursan mən? Bütün millət də bilir, sənət də bilir, psixiatrik dərmanlar atır, finazapan atır, yuxu dərmanını atır, danışa bilmir, özünü idarə elə bilmir. Mən bu yaxşı, bu xəstə uşunla hara gedim? Mən niyə yoldaşımın əziyyətindən çəkdiyi evi niyə tutub alır mənim baldızım? Haqsızlıq olar və belə şey olar. Və niyə qorxmur? Allahdan niyə qorxmur? Azərbaycanın prezidentinə müraciət edirəm. Mənim səsimə səs versin, mənim xəstə qızıma rəhimi gəlsin. Vallahi mən də neyiniyim? Bundan başqa mən qızımı götürüm, hansı qapıya gedib ilin bu zamanında? Gedim, harada saxlayayım mən bu xəstə qızı? Özünü idarə eləyə bilmir. Kimin qapısına gedim? Geçsəm dəzəcə xəstə qızını burada mən saxlaya bilmərəm. Mən atasının evində saxlaya bilərəm də, başqa yerdə saxlaya bilmərəm. Eyni zamanda dövlət qurumlarından dövlət qurumundan xahiş eləyirəm, mənim səsimə səs versin, mənə kömək eləsinlər. Mənim bu xəstə qızıma kömək eləsinlər, nə olar? Mənim haqqımı tapdalamasınlar, balamın haqqını, mən cəhənnəm, mən onsuz da mən adam saymırlar bunlar. Amma balamın xəstə qızımın haqqını tapdalayıblar. Onun haqqını geri qaytarsın. Burada qalırsınız da, elə? Hə, burada qalırıq, amma... Bir otaqda? Hə, bir otaqda qalırıq. 3 nəfər? Hə, 3 nəfər qalırıq, nəvəm də var. Bu da ki, səs olmaz buna, o dərmanlar atır, ona sakitçilik lazımdır. Mən danışıram, o mənim əsəbləşir, əsəb keçirir. Ona sakitçilik lazımdır. Amma burada sakitçilik yoxdur, bunlar imkan vermirlər yaşamağa. Mənim bu baldızım Nailə, bir də baldızım Lalə, bizi adam saymır, deyir, siz kimsiniz, sizin yaşamağa haqqınız yoxdur. Sizin hazırda orada olduğunuz ev var idi. Evdə yaşadığınız ev hazırda istifadə edədirmi, yoxsa? Yox, qapısı bağlıdır, qapısını bağlayıb, deyir belə, mənəm deyir şef. Verəcəm oranı kvartirat, özü pəncərələ evin həyata baxır, verəcəm kvartirat, pul qazanacaq. Belə haqsızlıq olar, belə qayda qanun olar. Kimin kefi nə istəyir, onu eləməlidir. Bəs mən xəstə qız saxlayıram burada. Biz burada bir otaqda zülüm çəkək xəstə qızına. Sən evi götür, ver kvartira. Evin də var, eşin də var, övladın yox, qızın yox, oğlun yox. Gəlsinlər, yoxlasınlar, onun evinə də baxsınlar, bizim də evimizə baxsınlar. Mənim yoldaşım öz haqq zadı ilə, pulu ilə tikib. Öz pulu ilə, and olsun Allah'a öz pulu ilə tikib. Ona da tikib, buraları da tikib, balasına tikib. Deyib, balam, mən öləndən sonra mənim evim sizindir. Amma vermədi. Vermir, yox, vermir. Deyir, verəcəm kvartat, pul qazanacam. Və belə haqsızlıq olar. Nə bilim valla. Nə bilim, Allah'ın bizə rəhimi gəlsin, prezident bizə kömək eləsin, icra hakimi bizə kömək eləsin, bizə rəhimi gəlsin, mənə gəlməsin, qızıma gəlsin, xəstə qızıma gəlsin. Vallahi da, bax, bir ton psixiatrik dərmanlar atır, uçotdadır, polinklinikada uçotdadır. Özü də vəziyyətini bilirlər, özünü idarə eləyə bilməyən uşaqdır. Buna elə asobi bir dənə otaq lazımdır. Bütün çermet bilir ki, mən xəstə uşaq saxlayıram. Əsəbləri pozulanda mənim günümü qar eləyir, məni döyür. Mən vallahi zülüm çəkirəm, Allah haqqı yaşamıram mən. Mən heç olmasa xəstə qızımı sakitçilikdə saxlayayım da, bunlar da bir tərəfdə məni sıxırlar. Baldızım da bir tərəfdə məni sıxır. Belə haqsızlıq olar, belə haqq ədalət olar. Kimin kefi nə istəyir onu eləsin. Qurban olun prezidentimizə, mənim səsimə səs versin. Qoymasın biz burada əzilək, kimsə bizi əzməsin. Bizə kömək eləsinlər, bizim səsimizə səs versinlər. Yalvarıram sizə. Mən bundan artıq mən nə deyim? Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə adiyyəti qurumlara və Allaha qalır.